Herkes salamlayıram. Bir neçə dəqiqə bundan əvvəl gördüyünüz BMW markalı avtomobilin bir çox funksiyası olduğuna görə həmişə kimi almanlar yenə bizi təəccübləndirirlər. Mən bütün funksiyalarını bilmədiyimə görə mənim yaxın dostum və avtomobilin sahibi artıq 3 ildir səhv etmirəmsə avtomobili idarə eləyir. Onu da ekran qarşısına dəvət eləyirəm. Buyur Azər. Salam Fazil. Salam, xoş gördük. Azər, bu avtomobil haqqında bizə bir məlumat ver. Demək avtomobil 2017-ci ildir. 2 turbo dizildir, twin power turbo dizildir. 186 güclü. 8 pilləli avtomat korobkadır. Robot avtomat səhv eləmirəmsə. Okey. Maşın haqqında, yəni maşından heç bir şikayətim yoxdur. Çox qəşəng, gözəl seçim eləmişəm. Yəni, Xeyirli olsun. Sağ ol, çox sağ ol. Heç də peşman deyiləm seçimdə. Düzdür, bəzi nöqsanları var, hansı ki adamı biraz bezdirir. Aha, nələr də olar? Tutaq ki, elementən. Bu angel işıqları. Bunlar tez-tez gözəllik işığı deyək də bu. Gözəllik işığı. Bayaq ona mən də fikir verdim açığı. Bura biraz sarıdır. Hal-hazırda da. Hə, bu belə deyək. Mən bu tərəfini təzəlcə düzəltdim. Buranı düzəltdim, orası xarab oldu. Okey. O, bunlar da xəstəlik. Sırf G30 modellərdə belədir, yoxsa bütün BMW-lərdə? Əksər BMW-lərdən mən belə düşünürəm ki, əksərlərdə. Okey. G30-larda o heç bir də bir yolu şey problemdir. Aydındır. Başqa nəyini bəyənmirsən? Başqa bagaj hissəsində tutaq ki, sleeve deyilən bir yer var. Nə deyilən? Sleeve. Okey. Buralara otlar yığılır və qalır hamısı bunların altında. Hal-hazırda burada da var. Bunları da təmizləmək biraz telefon işığı ilə baxaq. Çətindir. Aha. Hə, bunları təmizləmək biraz qəlizdir. Yığılır onlar ağacın altını saxlayanda, onlar yığılır və gələcəkdə sleeve hissəsi tutula bilir. Və həmin su avtomatik. Sleeve yəni o su axanda axıntı yerini nəzərdə tutursan. Okey. Bagaj amma genişdir. Yəni sedana görə mənim fikrimcə çox genişdir. Yəni bagaj da genişdir, salonu düzdür. Arxada 3 nəfər rahat otura bilir, amma 2 nəfər üçün yəni tam. Hə, ortada ortada yəni kardanın getdiyi bir kanal var, ona görə yəni biraz yeri sıxdır. Bəs nəyə görə bu avtomobili seçdin sırf? Niyə Mercedes yox, Audi yox? Bundan qabaq məndə Mercedes idi. Aha. 211 kuza idi, 2.7 CDI idi, 647 motor. Yəni, əslində mən fikirləşirdim, CLS alayım, amma 646 motor olduğu üçün çox adam, mən dizel xoşduram. Dizel maşınlarına daha çox üstünlük verirsən. Həm ekonom, həm dartqısı daha rahatdır. Padyomlara qalxanda boğulmur, rahat qalxır. Bəs bir sualım var. Nəyə görə dizelin at gücü azdır? 2 twin turbo mühərrikdə, səhv etmirəmsə, düzdür? Torqları güclü olur, yüksək. Torq güclü olur, amma at gücü az olur. Maksimal sürəti nədir? Bunun maksimal sürəti 235-dir. 235. Əla, yəni bizim şəhər üçün çox idealdır, hətta çoxdur mənim fikrimcə. Zaten bizdə şəhərdə o qədər sürət, bəli, yeri yoxdur. Böyük bir sürətlə sürməyə yeri yoxdur. 360 kamera ilə təchiz olunub. Kameradır, tam full versiyasıdır bu. Bayaq səhv etmirəmsə dedin, avtomatik parking etmə rejimi də var. Onu göstərsən sonra. Rejimdə var. Sükanda avtopilot var, cruise control. Xətt izləmə, yəni belə başa düşdün. Aha. Yəni qabaqdakı avtomobil gedir tutaq ki, 50 sürətlə, sən 60 ilə gəlirsən, o özü 50-yə salır onu, yəni məsafə saxlayır. Əla. Başqa nə özəllikləri? Hə, bir də orada mən bir oturanda, mən avtomobili idarə eləyəndə, sport rejimi atanda oturacaqlar sıxdı. O bilmirəm kamerada hiss olundu ya yox, amma o funksiya bu avtomobildə də var. Oturacaqlar olanda, bu M-Tech-dir hal-hazırda. M-Tech-dir. Zavod M-Tech-dir. Nədir o? Bu M-in biraz elə bir zəif variantında. Motor M deyil, amma kuzo olaraq o qapıdakı altda yazı M falan, onlar hamısı. Onlar hamısı zavod. Aha, aydındır. Bu maşını mən əlavə heç nə eləməmişəm. Hə, necə var elədir? Yəni heç bir əlavələr? Bundan qabaq Koreyadan dostum gətirib bu maşını mənim üçün. Zədəsi olmuyor. Yəni ağır bir zədəsi olmuyor. Zədəli gəlmir düzdür bura. Amma bu
ön qanad sol tərəf Okey. boyalanıb. Hə, bu isə rəngi dəyib bura. Amma heç seçilmir, sənə deyim. Disklər özünün, yəni gələn disklərdir. Öz disklərdə düzdür. Rəngləmək istəyirdim, amma bilmirəm nə rəng seçim. Yəni mənim fikrimcə dəyməyə ehtiyac yoxdur. Çox gözəl görsənir. Kuzov rəngi ilə diskin rəngi bir-birinə tutuşur. Hətta bu hava axını olan yerdən də bu rənglə bu rəng qəşəng tutuşur mənim fikrimcə. Yəni əl dəymə. Yəni kiminsə fikri varsa kommentdə bildirə bilər. Dəyişmək istəyirsə, Azər özü bu videoya baxacaq. Faraları bunlarda şeydir, adaptiv LED-dir. Yəni çox adam bunları çıxardır. Yeni C30-un faralarını qoyur. Gözəlliyə görə. Gözəlliyə görə. Okey. Kitay var. Tayvan və Kitay səhv eləmirəmsə. Tayvan və Kitay versiyalarını qoyurlar. Onda da adaptivliyi itir. Aha, yəni stabil adaptiv dediyimiz, yəni yuxarı qalxanda, yoxuş qalxanda enəndə avto dalni deyilən bir söz deyilən. Uzaq görüntü işığı da belə deyək. Hə, avtomatik yanıb sönür bunlarda. Əla. Bir sözlə otur, qoş özü getsin də. Yəni uzaq yola qoşdun, xətti izləyir, rayona gedir, işığı, uzaq işığı yandırdı, söndürdü, hər şey. Çox adam elə M-in buferini qoyurlar. Bu indi M-Tech-in buferini. M-in buferini. Fərqi nədir M-Tech-lə M-in? Buferini qoyanda duman işığı olmur üstündə. O ləb olmur. Hə, M-də dumanlı işıqları olmur. Duman əleyhinə fənərlər olmur. Aydın. Bu nə funksiya yerinə yetirir? Bu həmin Distronic-dən. Hə, xəttləri bunun vasitəsilə izləyir. Onun və üstündəki 2 dənə kamera vasitəsilə. Okey. Bu həm ara məsafəsi saxlayır. Aha. Onu yəni tənzimləyir. Həm də ki pişkodu, yəni piyada keçidi olanda kimsə qabağının önünə dərhal çıxsa kimi avtomatik tormozlama. Hə, avtomatik. Hə, o bayaq arxaya da verəndə həmin söhbət var. Hə, əla. Təhlükəsizlik baxımından super. Dediyim kimi də almanlar işini görürlər. Düzdür, mən Yapon avtomobil həvəskarı olduğuma görə. Yumuşaqdır, 18-lik distekərlərdir üstündə. Düzdür, çox adam bunu çıxardılar, qoyurlar 20-lik vid olaraq. Gözəlliyə görə. Amma çox sərt olur. Bunların önü, yəni tam askı sistemi. Duralüminium materialından. Okey. Yəni o çox incədir. Yəni böyük bir diametrdə disk qoyanda onun üçün daha çətin bir işləmə prinsipi olur. Belə başa düşdüm. Ön detallar hamısı dağılır. Tez bir zamanda. Aydın. Salonda nəyini bəyənirsən? Keçək salona. Hə, motorxananı da bir dənə görsədərdin. Motorxanada nəsə çirklənmə falan, bəyəndiyin, bəyənmədiyin? Motorxanada bir dənə də bəyənmədiyim bir şey var ki, o bunun bu hissəsidir. Burada həmişə zibil yığılır, amma axıntı yeri yoxdur. Biraz görünür. Ehtiyac yoxdur əslində, belə də. Oldu. Bir dənə hissəsi var, oranı göstərmək istəyirəm. Bu hissəsi. Aha. Bu boyda boşluq qoyublar bura. Okey. Yəni ki, nə edirsə nəzərdə tutublar, qoyublar onu aralıda. Yalnız bu tərəfdədir, o tərəfdə yox belə bir şey. Bəzi burada salon filtrləri olur. Yəni məndə köhnə Mercedes-imdə burada salon filtri var. Amma bunda salon filtri salondadır. Burada yox. O tərəfdə amma yoxdur belə bir şey. O tərəfdə xeyr. Twin Power Turbo. Hə, sən dedin Koreyadan gəlib avtomobil. Bəli. Kapot yüngüldür yoxsa? Alüminium materialı. Keçək avtomobilin içinə. Artıq avtomobilin interyerindəyik. Kokpit, nəsə belə bir şey deyirlər. Salonda nəyi bəyənirsən, nəyi bəyənmirsən? Salonda ambiyansları tez bir zamanda zəifləyir. Düzdür, baxın, görürəm. Bu hissədə hissəsi biraz zəifliyi var.
Başqa yəni heç nə yox. Başqa hər şeyi yəni bəyənirəm açıq. Salon tam olaraq çox rahatdır. Yəni görmə bucağı da çox yaxşıdır. Bir zaman mənə sanki belə bir hissiyat verir ki, bəlkə də bu oturacaq çox hündürdədir. Biraz aşağı. Biraz tavan hissəsi mənə elə gəlir ki, çox aşağıdır. Bəlkə də aerodinamikaya görə elə eləyiblər. Yəni indi almanlar bizdən daha ağıllıdır. Çox güman aerodinamikaya görə eləyiblər. İşıqlandırılması əladır. Nə funksiyaları var avtomobildə? Hə, bir dənə onu yəni ən bəyənmədiyim şey, Mercedes-də də, bir də BMW-də də, ikisində də açıq qabı qoymurlar. Hə, yeri yoxdur. Eynəyi yəni qoymaq üçün yer yoxdur. Hə, bəzi avtomobillərdə bu hissədə olur, bəzi avtomobillərdə orada olur. Orada tutacaq qoyublar. Hansı ki, heç vaxt yəqin ki, ondan istifadə eləməmsən. Xeyr. Ona görə yəni ən böyük bir minus bu avtomobillərdə budur. Lakin monitorda donma falan belə şeylər. Xeyr. Monitorda donma yoxdur. Çox yaxşı da işləyir. Baxın, coşqunla hərəkət edirəm. Yəni tez bir zamanda hərəkətini dəyişir. CarPlay da var. Düzdür, CarPlay əlavə yazılır. Bəzilərində özlərində gəlir, bəzilərində gəlmir. Əlavə yazılır. Və CarPlay da ki, bəzən yazanda ya yarım ekran yazılır, ya da ki tam ekran. Məndə hal-hazırda yarım ekrandır. Tam ekran yazmadıq çünki CarPlay yazan adam dedi ki, ola bilər monitor yatsın və açılmasın. Ona görə risk eləyib yazmadıq tam olaraq. Aha. O nəyə görə elə ola bilər ki? Yəni onu indi proqram yazanlar özləri çox gözəl bilirlər. Yəni səbəb kimi heç bir şey deyə bilmədi də. Yəni bəzən deyir ki, götürür, bəzən deyir ki, götürmür. Yəni açılmasını tam olaraq verə bilmədim. Okay. Aydın. Amma nəsə bir video açanda tutaq ki, məndə burada bir video, maşın xotduyum isti olur. Ondan da qoşaq. Oturacaq soyuducu, qızdırıcı 316 özdə. Soyuducu da var, qızdırıcı da var. Hə, ikisi bir yerdə də işləyir hətta. İkisi bir yerdə qoşmaq olur. Elə bir insan var ki, ikisi bir yerdə istifadə eləsin onu. Mən bəlkə də var, hər şey ola bilər. Mən videonu göstərəcəkdim sizə. Videonu açanda tam ekranını açır. Aha. Monitorda belə idarə edilir. Yəni səsini də belə idarə, barmaqla idarə eləmək olur. Dəyişmək də olur mahnını, klipi və yoxdur, yəni digər funksiyalarını. Yəni ki, o sensor hardadır? Harda yerləşir? Səhv eləmirəmsə buralarda hardasa yerləşir onun sensoru. Barmaq hərəkətlərini. Bu hissədə. Buradan götürür. Bu hissədə. Aha, burada. Evet. Okay, okay. Bəzən belə kliplər qoyuram, baxıram. Avtomobil bəs idarə eləyəndə bu kliplər işləyir yoxsa? Yəni dayanır yoxsa? Hə, işləyir. Okay. Əslində zavod tərəfindən qadağan qoyulub bu. Onu sonradan aktivləşdirir. O çox avtomobillərdə, yəni hərəkətdə olan kimi dayanır video. Hə, aktivləşdirmişdim, amma işləyirdi yəni. Hərəkət edən kimi dayanırdı. Başqa nə funksiyalar belə maraqlı, qeyri-adi, hansı ki adi avtomobillərdə olar, yoxdur? Bu monitora müdaxilə eləmək olur. Misal üçün speedometrin dizaynını dəyişmək. Yəni rejim dəyişmədən speedometrin dizaynını dəyişmək imkanı verir. Bəli. Mən hal-hazırda sport rejimini keçirdim, tutaq ki, individual. İndividual, yəni bunun mən sürüşünü qoymuşam komfort, mühərriki komfort, korobkası, yəni... Yox, mən onu demək istəmirdim. Mən demək istədim odur ki, bax, burada hal-hazırda görsən, sport rejimdə qırmızı rəngdədir. Bunun rəngini, misal üçün, bənövşəyi, göy filan eləmək olur. Yəni, necə buna Waze yazılıb? Ona nəsə yazıla bilir? Yox, olmur ona heç bir şey. Okey, okey. Mən bildiyim qədər olmur. Yəni onu... Bəlkə də bizimkilər nəsə tapıb eləyə bilərlər, hə. Bir baxın, dəyişik kompüterlə dəyişik eləmək. Bunlar da sensor. Bunlar hamısı sensordur. Bəzilərində, yəni Amerikankalarda və Nemkalarda bu hissəsi sensor gəlmir. Ən çox Koreyalarda gəlir bu hissəsi sensor olaraq. Bu knopkalar, yəni hamısı sensordur. 4 zona klimat kontroldur. Klimat kontrolu arxanı söndürmək istəyirsənsə tutaq ki, qoşmaq istəyirsənsə qoşursan, söndürmək istəyirsən buradan söndürürsən. Oradan da qoşmaq olur. Oradan da qoşmaq olur. Oradan arxada əyləşsə qoşa bilir. Ondan savayı
My Drive deyilən bir proqram var telefonda. Aha. Yalnız Apple telefonlarına aiddir yoxsa Xeyr, Android. Androidlərdə də olur? Daxil olursunuz, tutaq ki, maşının bütün proqramı buradadır. Buradan əgər bunun avtozapuskı varsa, yəni bu full komplektasiyadır da, belə başa düşdüm. Bəli, full komplektasiyadır. Burada litraj da göstərir, neçə kilometr gedə də bilərsən. Yəni bu proqram vasitəsindən nəzarət edə bilirsən maşının hardadır. Harda olduğunu. Ventilator da qoşa bilirsən, qapını da aça bilirsən, qapını da bağlaya bilirsən. Və avtozapuskı varsa, yəni yəni avtomobildən uzaqdasan, xodlamaq istəyirsən. Sistemi varsa, o olur. Yəni onu quraşdırmaq olur. Düzdür, o aylıq ödənişləndir. Aylıq deyə illikdir ikisindən biri. Yəni orijinal proqramıdır belə başa düşdüm. Özünün proqramıdır. Amma bir dənə yəni mənfi cəhəti o var ki, bunda hal-hazırda Yesim Koreyanın Yesimidir. Aha. Və mən buna basanda bu gedir siqnal ötürür Koreyaya, Koreyadan ötürür gəlir maşına. Yəni gecikmə olur, Biraz belə başa gecikmə düşdüm. olur, hə. Neçə saniyə? Harca bir dəqiqə çəkir. Hə, 1 dəqiqə çəkir. Okey. Harca bir dəqiqə çəkir. Mən burada BMW servisdən soruşdum. Onlar yəni o Yesimi dəyişə bilmirlər. Okey, burada bir şeyə fikir verdim. Burada 520D yazılıb, amma burada 550-dir. Hə, onu mən özüm yazmışam. Hə, onda belə çıxır ki, onun rəngində dəyişmə olur. Əgər onu yazdıra bilirsənsə, Rəngin dəyişməyi demədim mən, açıq. Onu görə dedim, yəni niyə ora bir Bura- M6, M5 falan yazdırmadın, 550D yazdırdın? çünki 550D olur. Düzdür axı bu. Niyə Dizillərdə 550? 550 olur. 550 nədir? Yəni motoru fərqli olur 5 onların. motor. 5 motorun. 5 aha. motor speedometrində 330 yazılır. Əslində bu 260 olmalıdır. Mhm. 330 550-nin elə bir Onda biraz da dirəşdələr, başqa müdaxilələr də eləmək olar ora. Elə baxanda burada 3 dənə rəng var, 3 dənə əsas rəng də demək olar da. Sportun rəngi bu qəşəng görsənir. Komfort o da qırmızı rəngdədir. Ekodakı göy rəngdə. Məncə əsas bu 2 dənə rəng elə daha gözəl görsənir. Başqa oturacaqlar rahat, əla. Bəs bu sos düyməsi işləyir yoxsa Sos yox? düyməsi işləyir. Sos düyməsi. Amma Koreyaya zəng gedər. Yox. Bu sos düyməsindən zəng eləyəndə bizə zəng gedir. Aha. İş orasındadır. Mənə də o çox maraqlıdır. Hər indiyə kimi o yəni o suala cavab tapamamışam. O sos düyməsini basmışıq, burada 102 nömrəsinə zəng gedir. Yəni Maraqlı. mobil telefon vasitəsindən getmir ha zəng. Maşının öz Maşının nömrəsindən öz zəng gedir. nömrəsindən zəng gedir. Artıq biz videonun sonuna gəlib çatırıq. Azər, sən bu avtomobili kimlərə məsləhət görərdin? Əslində yəni hamıya çox adam məsləhət görərdim. O deyirlər BMW raskotludur falanmış məkan. Yox. Aha. Yəni, Əslində mən də elə düşünürəm. Yəni BMW biraz raskotlu avtomobil. Raskotlu deyil. Yəni yenə dediyim kimi 3 ildir idarə edirəm. Yəni düzgün qulluq, düzgün baxım, yəni çox böyük bir plusdur maşın üçün. Vaxtında yağını dəyişəsən, vaxtında suyu tökəsən, yəni başqa işdir. Yəni cavanlar üçündür. Hə, buyur, 3 buyur. ildir idarə edirəm bu avtomobili. Heç bir şikayətim yox. Yəni çox razıyam həqiqətən. Yəni sənin fikrincə cavanlar alsın yoxsa ailə? Cavanlar da Yəni ola kim bilər, üçün? ailəlilər də ola bilər. Yəni həm ailə maşınıdır, həm yəni cavan maşınıdır. Pis deyil, rahat. Komfortu çox gözəldir. Yəni düzdür, sərhədlər bizdə bağlı olduğu üçün mən bunu hal-hazırda yəni sərhəd tərk edəmirəm. Amma o köhnə avtomobildən çox ölkələrə getmişəm. Türkiyədən tutmuş ta Rusiyaya kimi. Avtomobillə. Bəli, avtomobil. Yəni sərhəd açılan kimi bu avtomobillə də Sərhəd açılan kimi, yəni bu avtomobil. Hətta mən bu yaxınlarda düşünürəm ki, bəlkə yəni sərhədi avtomobili sərhəddən keçirdib özüm gedib Gürcüstandan götürüb təzədən gedim o Türkiyəyə. Onu düşünürəm. Yəni bilirəm ki, Allahın köməyi ilə yolda qoymaz. inşallah yolda qoymaz. Və hətta bir bloger var. Toyota Supra avtomobili ilə yeni Toyota Supra. Yoldaşı ilə tura çıxır. Həqiqətən, yəni Toyota Supra'da, yəni düşünün də o insan necə yatır. Yəni onda yata bilirsə, bu avtomobildə rahat yatmaq olar mənim fikrimcə. Təbii ki, rahat yatmaq olur.
Bir dənə amma mənim sevmədiyim nədir? Bu avtomobildə nəyi sevmirəm? Avtomobilin özünü yox. Yəni sırf bizim gənclər nəyəsə görə 2 benzin, 2 dizel avtomobil alıb M paket deyirlər, M-ə yığırlar. Düzgün deyil. Razı. Mən onu bəyənmirəm şəxsən, şəxsi fikrimdir. Mühərrik hissəsi M deyilsə, onun mənası. Yəni xarici görünüş, okey, bunu dəyişdilər, buferi dəyişdilər, disklər dəyişildi, arxa bufer dəyişilir. Amma bu qalır. Bu qalır yerində. Apornu deyirlər də, apornu qalır yerində. Yəni aslında onu dəyişmək olur. dəyişmə olur. Prosta o məbləğ baxımından biraz suportlar dəyişilir. O da yenə dəyişilsə beləsə, mühərriki gəq dəyişilsin, M qoyasın. Mühərrik. Yəni M kimi gedir. Ya onlar da dəyişməkdənsə elə M alasan bir dəfəlik. Yəni eləməyin. Yəni mən şəxsi fikrimdir. Məndə belə bir avtomobil M-Tech. Hə, M-Tech bu gözəldir. Şəxsən bu clean look belə deyək də. Yəni təmiz gözəllik. Mənim fikrimcə, bir də sən səhv eləmirəmsə dedin, burada rəng olandan sonra şey olur. Emblemləri olur, M. Zavod emblemi, yəni üstündə elə gəlir bəli. Zavod emblemi olur üstündə. M işarəsi, qapıdakı kimi. Sadəcə payrovkaya verirsən maşını deyənə, payrovka olunandan sonra onun arxasına yapışdıracaq. Yəni o M-Tech emblemi. Hətta göstərəcəm. Qapıda da bunlar hamısı zavod. İstehsalçı belə buraxır. Bunlar. Biri sağ, biri sol. Yoxsa bir balaca rəngi gedib. Günə görə gedib. Bu üstündə olan çıxıb, bu da yenisidir. Bu yenisidir, bu üstündə olan. Üstündə olan. Aslında bu da var, yəni yenisi də var bir dənəsi də. O ikisi də yeni qoyacaq. İki tərəf ikisini. Avtomobil, yəni mənim şəxsi fikrim yaxşıdır. Qane eləyir. Avtomobildə heç bir nüans tapa bilmirəm, belə deyim. Və Azərin də dediyi kimi 3 ildir istifadə edir, heç bir problemi çıxmayıbsa. Arxası okeydir. Düzdür, iki avtomobillərdən nisbətən ortada bunun olması, kardanın olması üçüncü şəxsə biraz narahatçılıq eləyə bilər. Amma yəni o da qlobal bir problem deyil. İki avtomobilləri çıxmamışdan əvvəl yəni belə idi 99% avtomobillər. Arxa çəkənlər. Necə? Arxa çəkənlər. Arxa çəkənlər. Qabaq çəkənlər yox. Amma məndə Mazda olub. CX-5 də olub, CX-9 da olub. Onda da bu boyda idi. Böyük bir şeydi. Qabaq idi. 4 çəkən idi. Yo. CX-5 və 9 4 çəkən idi. Amma Mazda 3 məndə qabaq idi yalnız. O korobkanın şeyidir. Yəni o məncə bilmirəm, bəlkə də tam dəqiq bilmirəm. İndi bilən şəxslər zəhmət olmasa kommentdə yazsınlar nəyə görə o kardandır bu. 100% kardandır. Okey. 100% kardandır. Yəni bir də səndə bayaq burada ortada gördüm, əyləşəndə daha doğrusu. Bu pərdə elektrondur, səhv eləmirəmsə. Elektron açılıb bağlanır. Elektron formada açıldı, bağlandı. Öz yerinə səliqəli. Bu registratorlar sonradan quraşdırılıb. Registratorlar Koreyada Koreyada üstündə orijinal registrator quraşdırılıb. Zavod yox, yəni şəxs özü. Avtomobilin birinci yiyəsi. Yəni məndə bu avtomobil olsa, mən buna lip, difuzer yığmaram. Sadə və gözəl. Bir dənə bagajda belə asılır. Bunu dəyişərəm nömrə qabını. Mən yazılı nömrə qabı xoşlamıram. Bayaq o videoda görsətdim ayaqla açılmağı. Ayaqlarla bağlanır. Yəni tam əlim yüklü olsa, mən üçün çox rahat. Əlim yüklü olanda gəlirəm elə insan asıram. Ayağı heç toxunmadan ayağı belə elədin, açıldı. Arxalardan görürsün. Qəşəng görsənir. Həqiqətən yəni mənim fikrimcə bir qanat kimi görsənir. BMW bu dizaynı çox idealdır. Bunun bəs maksimal disk düyümü neçədir? Zavodun verdiyi? 21. Amma məsləhət görülmür. Red Bull da var. Nədir bu? Bu artıq qazların ətrafa yayılmasını deyənə. Qarşısını alır. Qarşısını alır. Okey. Bəs belə bir
deyim var. Dizel avtomobili, benzinin turbo avtomobilini sürdün, saxladın, yəni sırazu söndürmək olmaz. Bir dəqiqə gözləməlisən. Fərqi yoxdur. Əgər hansı bir avtomobildə turbo sistemi qurulubsa, Okay. qovulandan sonra, yəni sürdün Uzaq yol bir deyək də, belə deyək. qovanda, yəni sərt yürüyüş eləyəndə, gəldin, yaxınlaşdın, yəni çatdın təyinat nöqtəsinə, dərhal söndürmək məsləhətdir. Nə bir, Yəni, nə cür bir olmasa fəsad ola 2 bilər? dəqiqə. Yəni turbo dağıla bilər. Elementarla belə bir misal çəkək. Bunlarda sport rejimdə idarə edəndə avto söndürmə funksiyası deaktiv olur. Eko rejimdə isə aktiv olur. Hə, yəni işıqforda Yəni dayandın, söndür avtomobil. Onu nəzərdə tutursan? Bu zavod tərəfindən özünü, yəni zavodun qoyduğu Funksiyadır. funksiyadır, bəli. Hal-hazırda komfort rejimindədir. Keçirdirəm sporta. Bu hələ də sönmür. Keçirdirəm Eco Pro-ya, gördünüz söndü. Avtomatik olaraq sönür. Hə, yəni Eko söndür, Pro-da- yəni işləyir hə. mənasında, işığı sönür. İşığı sönür, özü söndürür ki, Hə, Eco-da avtomobil. tormozu basanda yəni, ekonomda qovmaq olmur zaten. Yəni Okey. Limit qoyulur 120. Yəni düzdür 120 də keçə bilirsən. Prosta yəni asta Gücü 120-yə kimi gücü verir də, 120-yə belə kimi deyək. verir. Ona görə avtomatik olaraq söndürür. Bunu zavod qoyur. Yəni zavodun öz qoyduğu qaydadır. Amma sportu keçirəndə avtomatik yanır. Yəni yanmağı, işıq yanır, amma yəni o funksiya уже işləmir deməkdir. Çünki çünki də burada diqqətlə görsəz İşıq yanırsa o off funksiya işarəsini, yəni offda işıq yanır ki, yəni offdur уже. Hal-hazırda sönüb o funksiya. Yəni işıqforda dayandıq, avtomobil motoru söndürmür də, işlək vəziyyətdə saxlayır avtomatik. Yəni O o deməkdir. Sürətlə, sportla sürdün, sərt yürüyüş eləyəndən sonra gəldin, saxladın, tormoz bastın, o sönmür. Amma Eco-da, Sönür. Eco rejimdə sönür. Bəs bax belə deyim, mənim bir dostumda Subaru'dur, STI. Onda belə bir funksiya düzdür özü sonradan quraşdırıb, sırf avtomobili sürdü, aqressiv sürüş tempindən sonra avtomobili saxlayır, necə ki start stopa toxunur, söndürür avtomobili, amma turbonu soyutma sistemi işləyir. İşləyir. Turbo soyuyana kimi. Onu yəni sonradan quraşdırırlar. Hə, yəni bunlarda elə bir şey var və yaxud da sonradan quraşdırmaq mümkündür. Mümkündür, mümkün olmayan bir şey yoxdur. Amma yəni məsləhətdirmi və ya məsləhət deyilmi? O yəni məncə zavodun quraşdırdığı şeylər məncə yəni müdaxilə eləməsi daha yaxşı olar. Həm də bunda elektronika daha çoxdur, biraz daha çoxdur. Hə. problemlə üzləşmək olar. Yəni o Subaru dediyim 2007-nin, 2008-in Subarusudur. Yəni onda elektronika elə demək olar yoxdur heç. Bu funksiyalar onda yoxdur. Hə bir də bunun jabraları, qabaq abisovkanı, rişotkaları jabralar. Özü açılır. Konseri qoşanda avtomatik olaraq açılır. Hətta yəni sərt yürüyüşdə olanda gəlib saxlayırsan, açıq vəziyyətdə qalır. Qapıları maşın söndürsə, qapıları bağlayırsan, gəlirsən. Hə, özü bir müddət sonra qalır. Hə, özü bir müddətdən sonra avtomatik olaraq bağlayır. Məncə bu qədər. Avtomobil haqqında dəqiq məlumatları verdik. Biz nəyisə bilmədiksə, demədiksə, siz kommentdə zəhmət olmasa bildirin. Çox şad olarıq. Bütün kommentlərə də baxıram. İnşallah daha yaxşı avtomobil BMW inşallah M6-da səni görək Azər. İnşallah. Amma sürməyə ərazi olsun. Nə danışdın, nə danışdın? Bu qədər. Sağ olun. Salamat qalın. Sən də sağ ol Azər. Çox sağ ol vaxtını mənə ayırdın. Sağ olun, sağ olun. Sağ salamat.